Bir cümlədə Peyğəmbərin bir muizəsi var burada. Buyurur, فَلْيَتَزَوَّدِ الْعَبْدِ مِنْ دُنْيَاهِ لِآخِرَتِهِ. Allahın bəndəsi, Allahın gözəli, yaxşı insan, pak insan, mömin insan deməklə diyor ki, mən möminəm. Yaxşı insan odur ki, dünyasından ahirətinə qazana, vaxtı itirməyən. Və min həyatihi li mevtih, diriliyindən ölülüyünə, öləndən sonrasına çalışa qazana. Və min şəbabihi li hərəmih, cavanlığından qazana qocalığına istifadə eləyə. Fəinnəd dünya xuliqət ləkum. Dünya siz üçün yaranıb. Və əntum xuliqtum lil-axirə. Amma siz axirət üçün. Əcəb cümlədir. Fəinnəd dünya xuliqət ləkum. Dünya sizin üçün yaranıb. Amma və əntum xuliqtum lil-axirə. Siz isə axirət üçün yaranmışsınız. Özünüzü ora hazırlayın. Hər iş görürsünüz, oranı yadda saxlayın. Əgər ora yoxdur, bildiyi elə. Əgər ora var, onda danışığın həddi var. İradın həddi var. Siyasetin həddi var. İctimanın həddi var. Hər şeyin həddi var. Həddisiz şey yoxdur. O həddilər insanda təqva yaradır. Nə danışırsan danış. Amma bil ki, bu danışıqlara cavab deyirsən. Bunu danışıqları sübut eləyəcəksən. Eləyə bilməsin, dərivi soyacaqlar. Nə bilirsən, səni öz başına belə qoyacaqlar. Nə bilirsən, eləyəsən. Ona görə də buyurur, bax. فَاِنَّ الدُّنْيَا خُلِقَتْ لَكُمْ. Dünya siz üçün yaranır. Amma siz ahirət